Milli Show sizə sual verirəm. Araşdırın. Bu vaxta qədər mən bir insana söz atmışamsa, birinci, əgər mən tərəfindən söz atma olubsa, Allaha and olsun, bir toyumun pulunu sizə verəcəm. Mənə sübut edin ki, filan kəsə birinci sən söz at. Pul istəmirsiniz qazanmaq. Hə, pul qazanmaq istəmirsiniz, Milli Show, təmiz zəhmətlə, halal zəhmət. Araşdırın. 2017-dən ikinci dəfə sənətə qayıtmışam oxumağa. 8 ildir də. Onda 2 il pandemiya düşdü, 1 il müharibəyə, 5 il. Yəni 3'ü çıxın, 5 ildə mənim bir insana durduğum yerdə belə qarmaq atmağım, mənə sübut eləyin, bax bu canlı yayında. Allah'a and olsun. Hədiyəm məndə. İş budur ki, bir ağzı əyri var, bir kişi. Bilməm, evlərində bilirlərmi bu nə işlə məşğuldur. O boyda kişi TikTokda oturub məndən danışır. Və neyse, yaxşı eləyirik, o da indi nəsə danışmalıyıq, halal xoş olsun. Amma haqqına danışsın, desin ki, bu qızdan nə istəyirsiniz? Yəni, belə eləyirik, deyir ki, şeydir, qalmaqaldır, filandır, ancaq deyir bu qalmaqal. Mən qalmaqalam, başa düşün. Neyniyim, yaxşı. Atım bura. Sən mənə dəymə, mən də dəyməyim sənə də. Sən mənə dəyirsənsə, mən də səni sözümlə. Qalmaqal da gərək eləyə biləsən də. Məsələn, bəzi müğənilər var, danışanda belə eləyirik. Adamın ürəyi partlayır. Mənlə qalmaqal eləyənlər var. Allaha tapşırmışam. İndən sonra mənim adımı pisliyə kim çəkirsə, əzizləri ölsün. Mənim adım, bax, mən evimdə oturmuşam. Mən evimdə oturduğum yerdə, istər efirdən, istər sosial şəbəkədən, mənim adımı çəkənin əzizləri qırılsın, əzizləri ölsün. Üzümü qoy qibliyə tutum. Ya Rəbbim, ya Rəsulallah. Səni mənim haqqımda pis danışan, mənim haqqıma girən əzizlərim qırılsın. Fatih. Mən o adını yazdıqlarınızın birini də Allah haqqı durduğu yerdə mən xətrinə dəyməmişim. Evimdə oturduğum yerdə mənim bostanıma daş atıblar, polyama giriblər. Biri mahnımı uğuruyub, biri nə bilim haqqıma girib, adımı çəkir. Durduğum yerdə, vallahi Allah haqqı. Nə olar bir haqqa da qiymət verin də. Siz ant verirəm Allaha. Yox, əslində vallahi bəlkə də cavab verməməliyəm, hürə-hürə dursunlar. Bəlkə də cavab verməməliyəm, amma nə bilim, bir 40'ında öyrənən göründə çalar. Mən də belə gəlmişəm, belə gedir.